Aqroparklarda məhsulun yığılması, yetişdirilməsi ilə yanaşı digər mühüm bir məsələ həm də anbarların olmasıdır. Çünki məhsul anbarda saxlanılır və daha sonra satışa çıxarılır. Bu baxımdan böyük əhəmiyyətə malikdir. Bəs bu aqroparkda bu anbarlar nə dərəcədə var və funksiyası nədən ibarətdir? APF aqro məhsullarında da hal-hazırda 3000 ton tutumunda anbar mövcuddur və həmin anbardan hardasa yığılan məhsullar növbəti ilin may-iyun ayına qədər saxlanıla bilir və bu da daxili bazarda məhsul çeşidliyinə, məhsul bolluğuna imkan yaradır. Və müəyyən qədər qeyd eləmək istəyirik ki, burada istehsal hal-hazırda başlamayıb, yəni mövsümü deyil, yəni müəyyən müddətdən sonra alma və üzüm yığımına başlanılacaq bir neçə aydan sonra. Amma o yığılmış qutuların özləri, yəni o yığılacaq qutuların özlərini də müxtəlif çeşidlərdə məhz bunların özləri, yəni APF aqro özü istehsal edir, yerli istehsal şəraitində istehsal olunur. Bu soyuducu anbarın içərisidir. Bəli, bu yeşikləri burada anbar formasına yığırlar, saxlayırlar və istehsal özləri edir və bu yeşiklər vasitəsilə daşınır müxtəlif məsələn ölkəmizin regionlarına. Amma əsas alıcısı, əsas istiqamət Naxçıvan bazarları. Xarici bazar da var. Xarici bazarlara da göndərilir və müxtəlif üzüm sortları, alma sortları. Daha çox yerli bazar, ölkə daxili istehsal üçün nəzərdə tutulur. Yəqin elə bu istehsal genişləndikcə məhz xarici bazara da nəzərə alınacaq daha çox. Biz orada qeyd elədiyimiz kimi hardasa 260 hektar mövcud olan sahədir. 200 əlavə də hektarın artırılması nəticəsində təbii ki, bir neçə ildən sonra o məhsulu əldə edildikdə artıq xarici bazarlara da tam şəkildə göndəriləcək, ixrac olunacaq və burada da təbii ki, Cənab Prezidentin 9 iyun 2026-cı ildə məhz qeyri-neft qaz mallarının belə desə səmərəliliyin artırılması və o cümlədən onların daşınma xərclərinin köməkli göstərmək məqsədi ilə fərman imzalamışdır və bu fərmanın icrası da həm bu kimi istehsal müəssisələrinin müəyyən qədər daşınma xərclərinin həm xaricə, həm bilirsiniz ki, bu Muxtar Respublika üçün daha əhəmiyyətlidir. Çünki Muxtar Respublikadan digər bazarlara, regionlarımızın, ölkəmizin daxili bazarlarına çatdırılması üçün mütləq daşınma və məsafə kifayət qədər uzaqdır və o xərclərdən müəyyən qədər yerli sahibkarlar, fermerlər istifadə edə biləcəklər. Yəni onun yükümlülükləri azaldacaqlar və nəticədə istehsal sayı artacaq, regionun iqtisadiyyatına böyük təsir göstərəcək və həmin xərclər qarşılandıqdan sonra həm istehsal gücü artacaq, ərazi genişlənəcək və müəyyən qədər rayonun da iqtisadi imkanları artacaqdır. Aqroparkların digər bir önəmi də həm də kiçik fermerlərlə böyük təsərrüfatçıların arasında qurulan o əlaqələrdir ki, yəni burada Babək rayonunda bu proses necə aparılır? Deyək ki, məhsul yetişdirilir və çeşidlənir, anbarlarda saxlanılır, sonra satış prosesi həyata keçirilir və təbii ki, bu mərhələdə elə təsərrüfatçılar böyük rol oynayır. Bu baxımdan burada vəziyyət necədir? Burada daimi 50 işçi fəaliyyət göstərir və əlavə olaraq mövsüm müddətində də 200-dən çox işçi fəaliyyət göstərir yığım müddətində və bir neçə APF-in özünün satış nöqtələri var. Həmin ərazilərdə satış həyata keçirilir və əlavə olaraq da yerlərdə, yaşayış məntəqələrdə, kəndlərdə müxtəlif maşınlar vasitəsilə satış nöqtələrinə, Naxçıvanda meyvə bazarlarına çıxarılır, satışı təmin olunur.